Deməli qızlar, mən indi sizə yeni imtiyazlı müştərinin deməli proqramı 30-cu biznes ilində necə hesablanır, bunun qaydasını öyrətmək istəyirəm. Deməli, yeni şərtlər onu göstərir ki, sentyabrın 1-dən, baxın, sentyabrın 1-dən dekabrın 31-nə qədər. Bu 2025-ci ilə aiddir. Bu müddət ərzində qeydiyyatdan keçən əməkdaş, yəni müştəri olaraq qeydiyyatdan keçən əməkdaşlar üçün qeydiyyat, deməli, şərtlər nədən ibarətdir? Deməli, ay ərzində 75 balı vuracaq. Baxın, 75 balı vuracaq. Və öz adına imtiyazlı müştəri kimi növbəti bir əməkdaşı qeydiyyat edəcək. Həmən o əməkdaş, tutaq ki, bu mənəm. Düzdür? Bu mənəm. Və mən imtiyazlı müştəriyəm. Mən imtiyazlı müştəri olaraq öz adıma yeni imtiyazlı bir dənə də müştəri dəvət edirəm. Bu əməkdaş 75 balını vurur. 75 bal. Mən də həmçinin 75 bal vururam. Mən gedirəm, yenə də bir əməkdaşı dəvət edirəm. O da 75 balını vurur və beləliklə, amma bir şərtlə ki, hesabdan hesaba pul köçürtmək olmaz və nəqd olaraq, istəyir online, istəyir offline, fərqi yoxdur. Offline, fərq etmir. Hər iki halda deməli, ən azı ay ərzində 75 bal vuracaqlar ki, ayın sonunda, deməli, növbəti ayda daha doğrusu, oktyabrın hardasa 2-də, 3-də həmən bu mən olan imtiyazlı müştəri bu yerdə adına qeydiyyat etdiyi imtiyazlı müştərilərdən 11 AZN-lik, yəni 11 manatlıq sertifikat əldə etsin. Sertifikat. Bu əməkdaşdan gələcək, bu əməkdaşdan da 11 manatlıq sertifikat gələcək. Düzdür, qızlar? İndi təsəvvür eləyin, mən öz adıma nəinki 2 nəfər, hətta 5 nəfər, 10 nəfər, fərqi yoxdur. 15 nəfər, 25 nəfər, nə qədər bacarıram, imtiyazlı qeydiyyatdan keçirirəm. Və həmən bu imtiyazlıların hər birinin öyrədirəm, 75 ballarını vururlar. Mən də şəxsən 75 balımı vururam və hərəsindən 11 manat pul, deməli, daha doğrusu sertifikat qazanıram. Bu qayda ilə sentyabr ayında bu şərtə əməl edirəm. Mən gedirəm, oktyabrda da eyni ilə yeni əməkdaşlar dəvət edirəm. Baxın, qızlar, mən gedirəm, yenidən yeni əməkdaşlar gətirirəm və onlar 75 ballarını vururlar. Neçə nəfər olur olsun. Birdən deyərsiniz ki, Nigar xanım, sentyabr ayında bu əməkdaş axı 5 nəfər, 10 nəfər, 2 nəfər imtiyazlı yazdırıb. O sentyabr ayının imtiyazlıları idi. Mən imtiyazlı olaraq oktyabr ayında da eyni ilə, eyni qaydada yeni imtiyazlı adıma qeydiyyat etməliyəm. Yəni yenisini gətirməliyəm. Sentyabrda edilən şərtlər, deməli, sertifikatını götürür oktyabrın, deməli, 3-nə, hardasa 2-nə, 3-nə götürür. Oktyabrda da əgər mən eyni qaydada imtiyazlılar gətirəcəyəmsə, mən noyabrda təzədən o 11 manatlıq sertifikatları hərəsindən götürəcəyəm. Sertifikat nədir? Həmən məbləğdə istədiyiniz məhsulu götürə bilərsiniz. Noyabr ayında mən o hardasa ayın 3-də həmin o, deməli, sertifikatı götürəcəyəm. Bircə bir şeyi yadınızda saxlayın ki, həmən bu əməkdaşlara, indi deyəcəksiniz ki, sentyabr ayında yeni əməkdaş dəvət elədim, gətirdim, tutaq ki, düzdür. Bu adam, misal üçün, burada elədi, gələn ay vurmayacaq. Həmən əməkdaşa başa salın ki, onlar eyni zamanda həm də daimilik klubuna qoşulurlar. Daimilik klubuna qoşulurlar. Daimilik klubu nədir? Daimilik klubu, o həm 75 ballıq zakazı vurur, tutaq ki, bu əməkdaş, həm 75 ballıq zakazı vurur. 3 ay ard-arda, 3 ay ardıcıl
bu əməkdaş 75 balını vursa, avtomatik olaraq daimilik klubunun şərti odur ki, 50 bal vurmaq lazımdır. Ən azı 50 bal. 50 baldan yuxarı da ola bilər, aşağı olmamalıdır. Bu əməkdaş 75 balını vurur, düzdür? İmtiyazlı müştərinin aksiyasına qoşulub, əla, super. Eyni qaydada da o daimilik klubunun hədiyyəsini götürmüş olacaq. Bu da nə deməkdir? 3 ay ardıcıl olaraq 50 balını vursa, minimum 50 balını, zaten 75 bal eləyir, düzdür? Həm də daimilik klubunun hədiyyəsini götürmüş olacaq. Yəni, məncə bu çox gözəl aksiyadır imtiyazlı müştərilər üçün. Yetər ki, bunu edin və bu aksiya yalnız və yalnız, burada da qeyd eləmişəm, 1 sentyabr və 31 dekabr, qızlar, 31 dekabra qədər qüvvədədir. Sonra qüvvədə olmayacaq.